Son Tunc ilk dəmir dövründə qədim əhalinin təbəqələşməsini göstərir. Toxa əkinçiliyinin inkişaf etməsi bu eneolit dövrünə aiddir. Dairəvi yaşayış evlərinin inşasına başlanması bu da eneolit dövrünə aiddir. Əhalinin oturaq həyata keçməsi neolit dövrünə aiddir. İlkin şəhər mərkəzlərinin yaranması Orta Tunc dövrünə aiddir. Deməli, Son Tunc ilk dəmir dövründə qədim əhalinin təbəqələşməsini qəbirlərin üzərində qurulmuş kurqanlar göstərir. Cavab D bəndi. Muğan və İstəminin vəfatından sonra Göytürk dövlətində varislər arasında hakimiyyət uğrunda mübarizə başladı. Anaları Çinli olan şəhzadələrin Çinlə yaxınlaşma cəhdləri və türk inanclarına yad olan buddizmi yaymaq istəkləri dövlət daxilindəki ziddiyyətləri daha da artırdı. Nəticədə 6-cı yüzilliyin 80-ci illərində dövlət iki hissəyə parçalandı. Mətnə əsasən 1-ci Göytürk və Böyük Hun dövlətinin parçalanması ilə bağlı oxşar səbəbləri müəyyən edin. Xan sülaləsinin türk dövlətlərinin daxili işlərinə qarışması, belə ki, Göytürk dövləti mövcud olarkən Xan sülaləsi Çində hakimiyyətdə deyildi. Şəhzadələr arasında hakimiyyət uğrunda mübarizə, anaları Çinli olan şəhzadələrin Çinlə yaxınlaşma cəhdləri, türk inanclarına yaxın olan yeni dini yayılması bu da düzgün bənd deyil. Deməli, cavab E bəndi. Göstərilən xüsusiyyətlərin aid olduğu ərazini xəritədə müəyyən edin. Sasanilərin Mərzibanı ərəblərlə sülh bağladı, xəlifənin göstərişi ilə şəhər əhalisi vergidən azad oldu, yerli əhali xilafətin düşmənlərinə qarşı döyüşlərdə iştirak etməli idi. Göstərilən xüsusiyyətlər Dərbəndə aiddir. Sualın cavabı C bəndi. Daha əvvəl baş vermişdir. Ağüyə Məclisinin çağırılması 488, 1-ci Şapurun Albaniyanı tabe etməsi 262, Amid döyüşünün baş verməsi 359, Məzdəkilər hərəkatının yatırılması 529, Albaniya dövlətinin süquta uğraması 705-ci ilə aiddir. Burada daha əvvəl baş vermiş hadisə B bəndidir. Eyler-Venn diaqramına əsasən uyğun bəndləri müəyyən edin. Axund dövləti 1-ci Göytürk xaqanlığı, Uyğurlar tərəfindən süquta uğradılması 2-ci Göytürk xaqanlığına aiddir. Ötkər şəhərinin paytaxta çevrilməsi 1-ci Göytürk xaqanlığına aiddir. Aşina nəslinə mənsub olması bu da 1-ci Göytürk xaqanlığına aiddir. Sasanilərə qarşı mübarizə aparılması hər iki dövlətin tarixinə aiddir. Axund dövlətinə isə İftadilər dövləti kimi tanınması bəndi aiddir. Deməli, burada cavab 1Y, 2BC, 3D, yəni E bəndidir. Eneolit dövründə əsasən daş alətlərdən istifadə olunmasının səbəbi siklopik tikililərin inşasına başlanması bu Son Tunc dövrünə aiddir. Qədim insanların hələ metalla tanış olmamaları bu da düzgün bənd deyil. Çünki eneolit dövründə insanlar mislə tanış olmuşdular. Məqsədyönlü fəaliyyət göstərən ağıllı insanların formalaşmaması bu da düzgün bənd deyil. Çünki üst paleolit dövründən etibarən ağıllı insanlar formalaşmış və eneolit dövründə də ağıllı insanlar mövcud olmuşdu. Əhalinin yalnız yığıcılıq və ovçuluqla məşğul olması bu da düzgün bənd deyil. Çünki bəhs olunan dövrdə əhali əkinçilik və maldarlıqla da məşğul idi. Deməli, sualın cavabı D bəndi, misdən hazırlanan alətlərin tez sıradan çıxması. Manna hökmdarı Ullusunu və Atropatena hökmdarı Artabazın dəyişkən xarici siyasət yürütməsində məqsədi ölkəni alan tayfalarının qarətçilik yürüşlərindən xilas etmək, belə ki, alan tayfaları Manna ərazisinə qarətçilik yürüşləri etməmişdir. Atropatena ərazisinə qarətçilik yürüşləri edərkən hakimiyyətdə Artabaz deyildi. Makedoniya imperiyasının müttəfiqinə çevrilmək, belə ki, Manna dövləti mövcud olarkən Makedoniya imperiyası mövcud deyildi və həmçinin də Atropatena dövləti də mövcud olarkən Makedoniya imperiyası mövcud deyildi. Çünki Atropatena Makedoniya imperiyasının parçalanması nəticəsində yaranmışdı. Siyasi manevr etməklə müstəqilliyini qorumaq, deməli, sualın cavabı C bəndidir. Çünki Ullusunu bir vaxtlar Urartu dövləti ilə müttəfiqlik siyasəti yürüdürdü, daha sonra isə Assuriya ilə və məqsədi Manna dövlətinin müstəqilliyini qorumaq idi və Artabazın da dəyişkən siyasət yürütməsinə baxaq. Belə ki, Artabaz
ilk əvvəl Parfiya ilə müttəfiqlik siyasəti yürüdürdü, daha sonra isə Roma ilə müttəfiq olmuşdu. Yenə də məqsədi müstəqilliyini qoruyub saxlamaq idi. Urartu tərəfindən işğal olunmuş əraziləri azad etmək bu yalnız Manna dövlətinin tarixinə aiddir. Parfiyanın işğalçılıq siyasətinin qarşısını almaq bu da yalnız Atropatena dövlətinin tarixinə aiddir. Göstərilənlər nəticəsidir. Böyük Hun dövlətinin bir hissəsi Çin əsarəti altına düşdü. Vyetnamın bəzi vilayətləri tabe edildi. Koreya ələ keçirildi. Göstərilənlər xan hökmdarlarının işğallarının nəticəsidir. Cavab B bəndi. 5-ci və 6-cı yüzilliklərin ikinci yarısında Albaniya Bizans imperiyasının hakimiyyəti altında idi. Bəhs edilən dövrdə Albaniya Sasanilərin hakimiyyəti altında idi. Ərəblərin hücumlarına məruz qalmışdı. Albaniya ərazisi 7-ci yüzillikdə ərəblərin hücumlarına məruz qalmışdı. Atropatena ilə birlikdə Sasani dövlətinin şimal Kustakına daxil idi. Bu yalnız 1-ci Xosrovun islahatından sonra, yəni 6-cı yüzillikdə olmuşdur. 5-ci yüzillikdə isə belə bir inzibati bölgü yox idi. Qəbələni paytaxt şəhər olaraq saxlamışdı. Əslində 5-ci yüzillikdən etibarən Albaniyanın paytaxtı Bərdə şəhəri olmuşdu. Beləliklə, yəni 5-ci, 6-cı yüzilliklərdə Albaniyanın paytaxtı Qəbələ deyil, Bərdə şəhəri olduğunu görürük. Deməli, sualın cavabı E bəndi Sasani mərzibanları tərəfindən idarə olunurdu. Belə ki, 463-493-cü illərdə və 510-629-cu illərdə Albaniya Sasani mərzibanları tərəfindən idarə olunurdu. Perikl və Qraf qardaşlarının fəaliyyəti ilə bağlı ümumi cəhət. Qulların öldürülməsinin qadağan olunması bu Roma tarixinə aiddir və Romada imperiya dövrünə aiddir. Qraf qardaşları isə Romada Respublika dövründə mübarizə aparmışdı. Xristianlara açıq ibadət etməyə icazə verilməsi bu da Romada imperiya dövrünə aiddir. Yəni 313-cü ildə İmperator Konstantin xristianlara açıq ibadət etməyə icazə vermişdir. Mərkəzləşdirilmiş dövlət idarə sisteminin yaradılması bu da düzgün bənd deyil. Çünki Qraf qardaşları kəndlilərə torpaq verilməsi uğrunda mübarizə aparmışdır. Senatın hüquq və səlahiyyətlərinin artırılması bu isə qədim Yunanların tarixinə aid deyil və düzgün bənd hesab edə bilmərik. Deməli, Perikl və Qraf qardaşlarının fəaliyyəti ilə bağlı ümumi cəhət yoxsulların mənafeyinə uyğun tədbirlərin görülməsidir. Cavab C bəndi. Tarixi proseslərin məntiqi ardıcıllığını tamamlayın. 3-cü Vaçaqanın hakimiyyətə gəlməsi, xristian dininə aid qanunların qəbul edilməsi, Albaniyada xristianlığı ilk dəfə dövlət dini elan olunması, bu Urnayrın hakimiyyəti dövrünə aiddir. Bərdə şəhərinin paytaxta çevrilməsi, bu isə Albaniya hökmdarı 2-ci Vaçenin hakimiyyəti dövrünə aiddir. Deməli, 3-cü Vaçaqanın hakimiyyətə gəlməsindən sonra Aguyen məclisi çağırılmışdır. Deməli, cavab C. Albaniyada Sasani mərzibanlarının hökmranlığının başlanması, əslində 3-cü Vaçaqanın hakimiyyəti başa çatmasından sonra Albaniyada Sasani mərzibanları hökmranlıq etmişdir. Deməli, 3-cü Vaçaqan Aguyen məclisini çağırdıqdan sonra burada xristian dininə aid qanunların qəbul edilməsinə nail olmuş və bu Aguyen qərarları Azərbaycanda feodal münasibətlərin daha da inkişaf etməsinə gətirib çıxarmışdır. Burada cavab 2C, 4Y. Cavab C bəndi. Xəritədə rəqəmlərlə işarələnmiş ərazilərdə yaranmış qədim dövlətlərin hansına aid xüsusiyyət verilməmişdir? Pun müharibələrində iştirak etmişdir, Kadeş müqaviləsini imzalamışdır. Pun müharibələrində iştirak edən dövlətlər Roma dövləti, Karfagen dövlətidir. Kadeş müqaviləsini imzalayan dövlətlər isə Misir və Het dövlətləridir. Deməli, burada qədim Yunanistana aid olan məlumat verilməmişdir. Sualın cavabı B bəndi. Ataxaqanlığı dövrünə aid deyil. Ataxaqanlığı dövrü Tunc dövrünə əhatə etmişdir. Xış ilə geniş sahələrin şumlanması, bəzi qəbillərin üzərində qurğanların qurulması, iri tayfa birliklərinin yaranması, sənətkarlığın müstəqil sahəyə çevrilməsi Tunc dövrünə aiddir. Əhalinin oturaq həyata keçməsi isə Neolit dövrünə aiddir. Deməli, əhalinin oturaq həyata keçməsi Ataxaqanlığı dövrünə aid deyil. Cavab E bəndi. Uyğunluğu müəyyən edin. Sasani Alban qoşunları məğlub oldu Dizrav döyüşündə.
Ərəblərin Albaniyaya yolu açıldı Cənudan döyüşü nəticəsində. Xəzərlər qələbə qazandı Savalan döyüşündə ərəblər üzərində. Deməli, cavab A bəndi. Eramızdan əvvəl 6-cı yüzilliyin sonlarında həyata keçirilmiş islahatlar nəticəsində Afinada yoxsullara vəzifəyə görə əmək haqqı verilməyə başlandı. Bu eramızdan əvvəl 5-ci yüzilliyə aiddir. Yəni Periklin islahatlarından sonra yoxsullara vəzifəyə görə əmək haqqı verilməyə başlandı. Torpağa görə bütün borclar ləğv edildi. Bu isə eramızdan əvvəl 594-cü ildə, yəni 6-cı yüzilliyin əvvəllərində Salon islahatları nəticəsində baş vermişdir. Əhalinin xaricə getməsi qadağan olundu. Bu Sparta dövlətinin tarixinə aiddir. Demosun hüquqlarını müdafiə edən xalq tribunları seçildi. Plebeylərin hüquqlarını müdafiə edən xalq tribunları seçilmişdir. Deməli, sualın cavabı C bəndi. Xalq yığıncağı ali hakimiyyət orqanına çevrildi. Paleolit dövrünün Neolit dövrü ilə oxşar, Tunc dövründən fərqli cəhətini müəyyən edin. Ölülərin yaşayış məskənlərindən kənarda dəfn edilməsi yalnız Tunc dövrünə aiddir. İstehsal təsərrüfatının mövcud olması deməli, Neolit və Tunc dövrlərində istehsal təsərrüfatları mövcud olmuşdur, lakin Paleolit dövründə olmamışdır. Bizə isə Paleolit və Neolit dövrləri arasında oxşar xüsusiyyət lazımdır. Süni yolla odun əldə edilməsi, belə ki, hər üç dövrün, Paleolit, Neolit və Tunc dövrlərdə süni yolla od əldə edilirdi. Qəbilənin həyatında qadının mühüm rol oynaması, sualın cavabı D bəndidir. Belə ki, qəbilə icması üst Paleolit dövründən Tunc dövrünə qədər mövcud olmuşdur və həmçinin üst Paleolit və Neolit dövrlərində qəbilənin həyatında qadın mühüm rol oynamışdır. Torpağın toxa ilə şumlanması isə Paleolit dövrünə aid deyil, yalnız Neolit dövrünə aiddir. Deməli, cavab D bəndi. Müqayisə cədvəlində tarixi şəxsiyyətlərə aid doğru fikirləri müəyyən edin. Cavanşir, İstəmi xan. Arşakilər sülaləsinə mənsub olması Cavanşir Mehranlər sülaləsinə mənsub idi. Cənudan döyüşündə qələbə qazanması, bu da Cavanşirin hakimiyyəti, Cavanşirin fəaliyyətinə aid deyil. Çünki Cənudan döyüşü Cənubi Azərbaycanda Sasani Mərzibanı ilə ərəblər arasında baş vermişdir. İstəmi xana aid olan hadisələrə baxaq. Soqdiana vilayətinin ələ keçirilməsi, 2-ci Göytürk dövlətinin əsasının qoyması, belə ki, İltəris xaqan 2-ci Göytürk dövlətinin əsasını qoymuşdur. Həm Cavanşirə, həm İstəmi xana aid olan xüsusiyyətlər isə Xəzərlərlə mübarizə aparılmasıdır. Bizans dövləti ilə diplomatik münasibətlər saxlamasıdır. Deməli, cavab 3, 5, 6, D bəndi. Eramızdan əvvəl 1-ci yüzilliyin 20-ci ilində Atropatenanın tarixi üçün xarakterikdir. Parfiya tərəfindən dövlətçiliyinə son qoyulması eramızın 20-ci ilinə aiddir. Fraspa döyüşündə qələbə qazanılması eramızdan əvvəl 36-cı ilə aiddir. Selevki dövlətinin tabeliyindən xilas olması eramızdan əvvəl 190-cı il Magneziya döyüşündən sonra baş vermişdi bu. Midiyalı Baryaksin üsyan qaldırması eramızdan əvvəl 327-ci ilə aiddir. Deməli, burada cavab B bəndi, hakimiyyətə yeni hökmdarın gətirilməsi. Belə ki, hakimiyyətə Aryobarzan gətirilmişdi. Makedoniyalı İskəndərin Hindistanın işğalını yarımçıq qoymasının səbəbləri. Aşokanın Makedoniya qoşunları üzərində qələbə qazanması, belə ki, Aşoka hakimiyyətə gələrkən Makedoniya İskəndər həyatda yox idi. Ordunun ciddi müqavimətə rast gəlməsi, əskərlərin uzun müddətli müharibədən yorulması, İskəndərin Əhəmənilərlə müharibəyə başlaması, bu isə daha əvvəl baş vermiş hadisədir. Deməli, burada cavab E bəndidir. Hadisə nəticə əlaqələrinin doğru verildiyi bəndi müəyyən edin. Hilat döyüşünün baş verməsi, Xəzərlərin hücumunun dayandırılması, Bizansla Sasanilər arasında sülh müqaviləsinin imzalanması, Albaniyanın Dizrab döyüşündə itirdiyi vilayətlərə sahib olması. Belə ki, bu Roma ilə Sasanilər arasında bağlanmış sülh müqaviləsindən sonra baş vermişdir. Aqviya Məclisinin çağırılması, Cavanşirin Albaniya hökmdarı elan edilməsi, Aqviya Məclisinin çağırılması ilə xristianlığa aid olan qanunlar qəbul edilmişdir. Haylandur Hunlarının Albaniyaya hücum etməsi, Mehranilər sülaləsinin hakimiyyətinə son qoyulması. Belə ki, Mehranilər sülaləsinin hakimiyyətinə ərəblər son qoymuşdur. Haylandur Hunlarının Albaniyaya hücum etməsi ilə Albaniyada müvəqqəti olaraq Arşakilər sülaləsinin hakimiyyətinə son qoyulmuş və bu hadisədən sonra Sasani mərzibanları Albaniyanı idarə etməyə başlamışdır.
1-ci Xosrovun islahatlar həyata keçirməsi Azərbaycanda feodal münasibətlərin inkişaf etməsi. Deməli, burada sualın cavabı B bəndidir. Erkən Tunc dövründə tayfaların yaranması ilə nəticələndi. İnsanların qan qohumluğu əsasında ana xətti ilə birləşməsi, belə ki, bunun nəticəsində qəbilə icması meydana gəlmişdir. Əhalinin oturaq həyata keçməsi, bu da qəbilə icmasına aiddir, yəni neolit dövrünə aiddir. Qonşu ölkələrlə ticarət əlaqələrinin saxlanılması, bu da daha sonra olub, yəni Son Tunc dövrünə aiddir. Dairəvi yaşayış evlərinin inşasına başlanması, bu isə eneolit dövrünə aiddir. Deməli, bir neçə qohum qəbilənin birləşməsi nəticəsində Erkən Tunc dövründə tayfalar yaranmışdı. Cavab E bəndi. Cavanşir xilafətlə münasibətlərində də kifayət qədər çevik siyasət yürüdürdü. Əməvilər sülaləsinin hakimiyyətə gəlməsindən sonra o Bizansdan nisbətən uzaqlaşaraq xilafətlə münasibətləri nizama salmağa çalışırdı. 667 və 670-ci illərdə Cavanşir 2 dəfə xilafətin paytaxtı Dəməşqə gedərək xəlifə Muaviyyə ilə görüşdü. Verilənlərə əsasən Cavanşirin həyata keçirdiyi xarici siyasətin nəticələrini müəyyən edin. Xəlifə Albaniyanın daxili müstəqilliyinə toxunmadı. Arşakilər sülaləsinin hakimiyyəti daha da möhkəmləndi. Bəhs edilən dövrdə Mehranilər sülaləsi hakimiyyətdə idi. Albaniyadan alınan vergilər 1/3 qədər azaldıldı. Albaniya hökmdarı Bizans imperatoru İrakli ilə münasibətləri pozdu. Cavanşir Bizans imperatoru Konstantin ilə müttəfiqlik münasibəti saxlayırdı. Deməli, burada sualın cavabı A bəndidir. Xronoloji ardıcıllığı müəyyən edin. Axund dövlətinin süqut etməsi 567, Katalan döyüşünün baş verməsi 451, Göytürklərin Kürkadın başçılığı ilə üsyana qalxması 639, Roma imperiyasının 2 hissəyə parçalanması 395-ci ilə aiddir. Burada xronoloji ardıcıllıq 4, 2, 1, 3. İbtidai cəmiyyətin həyatında neolit inqilabı adlandırılan dəyişiklikləri müəyyən edin. Ox və kamanın ixtira olunması mezolit dövrünə aiddir. Əkinçilik və maldarlığın meydana gəlməsi, süni suvarma sisteminin yaranması isə Erkən Tunc dövrünə aiddir. Saxsı qabların hazırlanması, deməli cavab 2, 4. Albaniya və Yunan mədəniyyətləri arasındakı əlaqələri əks etdirir. Böyük Dəhnə kəndində tapılmış daş kitabə, qızıl və gümüşdən hazırlanmış ritonlar bu Manna dövlətinin mədəniyyətinə aiddir. İctimai binaların üstünün kirəmitlə örtülməsi, Herakla həsr olunmuş Kerifto abidəsi, bu isə Atropatena mədəniyyətinə aiddir. Deməli, burada cavab 1, 3. Kuti dövlət qurumu ilə Manna dövlətinin tarixinə aid oxşar xüsusiyyətləri müəyyən edin. Vilayətlərə canişinlərin təyin edilməsi, Urmiya gölü hövzəsində meydana gəlməsi, hakimiyyətin seçim yolu ilə ötürülməsinə üstünlük verilməsi yalnız Kuti dövlət qurumuna aiddir. Assuriyaya qarşı aramsız mübarizə aparılması yalnız Manna dövlətinin tarixinə aiddir. Burada cavab 1, 2. Solun islahatları ilə bağlı uyğunluğu müəyyən edin. Müsbət cəhət, mənfi cəhət. Vətəndaşların hüquq və vəzifələri onların əmlakına uyğun müəyyən olunurdu. Mənfi xüsusiyyətdir. Kəndlilərin borcları ləğv edildi, müsbət cəhətdir. Bütün vətəndaşları xalq yığıncağında iştirak edə bilərdi. Bu da müsbət xüsusiyyətdir. Ən kiçik səhvə görə insanlara ağır cəzalar verilirdi. Bu Drakon qanunlarına aiddir. Yoxsul vətəndaşlar siyasi vəzifəyə seçilə bilməzdilər. Bu isə mənfi xüsusiyyətdir. Deməli, sualın cavabı 1BC, 2AY. Bir qrup Roma aristokratı diktatorun fiziki məhv edilməsi planını hazırlayırdı. Sui-qəsdə xüsusi rol Brut üçün nəzərdə tutulurdu. Sezar ona sonsuz etibar edirdi. Sezara Brutun ona qarşı qəsd hazırladığı barədə xəbər çatdırıldıqda isə o buna inanmaqdan qəti şəkildə imtina edirdi. Senat iclasında Sezarın Romanın çarı elan olunacağı gözlənilirdi. Diktatoru sıx izdiham əhatə etmişdi və onların heç biri Sezarın forumun daşlarına son dəfə ayaq bastığını bilmirdi. Sui-qəsdçilərdən biri Sezara müraciət edərək qardaşının sürgündən geri çağırılmasını xahiş etdi. Onun hədsiz israrından təəccüblənən Sezar əsəbləşməyə başladı. Elə bu vaxt sui-qəsdçilər hücuma keçərək Sezarı bıçaqlamağa başladılar. Mənbədə bəhs olunan dövrdə Romanın dövlət quruluşunu müəyyən edin. Respublika.
Mənbəyə əsasən Sezarın senatda öldürülməsinin səbəbini müəyyən edin. Sezarın Romanın çarı olmaq istəməsi, Yuli Sezarın respublikanı monarxiya ilə əvəz etməyə çalışması, Sezarın ömürlük diktator elan olunması və buna uyğun olunan digər doğru cavablar. Mənbədə bəhs olunan hadisədən sonra Romanın siyasi vəziyyəti ilə bağlı iki doğru fikri qeyd edin. Antoni və Oktavian qüvvələrini birləşdirib respublikaçıları məğlub etdi. Antoni və Oktavian idarə işlərini öz aralarında bölmüşdülər. Antoni Roma dövlətinin şərq əyalətlərini, Oktavian isə qərb əyalətlərini idarə edirdi.